Bu da beraberdir. Aferin düzgün. Yani can hansı variantı oldu? D variantı. Düzgündür. ABCD trapeziyasında AD böyük diagonal 16 verib ve küçük diagonal ise 4 verib. İlk önce trapeziyamı çekirik. Trapeziyanın böyük diagonalı 16 verib. Böyük tərəfi daha doğrusu. Böyük tərəfi. Kiçik tərəfi ise 4 verib. Ve biz ilk önce diagonalını çekirik. Deyik ki bucaq ABC. ABC yani bu bucağı ACD bucağına ACD yani bu bucağı beraber. Ve hemen iki bucağımız beraber olduğuna göre bir hızla işaretlemişik. Sonra AC diagonalının uzunluğunu istəyir. Yani bu diagonalın uzunluğunu istəyir. Şimdi biz oxşar üçbucaqların oxşarlığından istifadə edərək bunu tapa bilərik. Z qaydasına göre biz daxili çarpaz bucaqlar birbirine bərabərdir. Ona göre biz yani deyirsən ki burada Z qaydası deyişimiz qiymetdə. Burada BC üst oturacağımız ve AD alt oturacağımız birbirine paraleldir. Ve AC bizim kesenimiz olduğuna göre iki paralel düz ve kesenimiz varsa o zaman bunlar bizim daxili çarpaz bucaqlarımızdır. Ona göre bu iki bucağımız birbirine beraber olmalıdır. Bunu demək istəyirsən də üstüne. Sonra daha sonra üçbucağın oxşarlığından istifadə edirik. Bu üçbucaqların oxşarlığına göre bucaq qaydasına göre. Hansı üç bucaqlara baxmaq istəyirsən? ABC ve ACD. Aha, bəli. Yəni biz bu ABC və ACD üç bucaqlara baxırıq. Çünki biz bilirik ki, əgər iki bucağı bir-birinə bərabər olarsa, bu da bir teoremdə bir oxşardır. Yazan göre hansı üç bucaqlara oxşardır? Burada yazmağa çalışır. Üç bucaq. Tamam. İki tane gökler. Üçbucaq ACD. Biz indi tərəflərə baxacağıq. Buradakı B bucağının qarşısı x işarə olunur. Yaxşı, sənə bir sual verir. Səncə sən bu oxşar üç bucaqları düzgün adlandırırsan? Məncə düzgün adlandırırsan. Çünki bax, burada A bucağı deyiləcək, A bucağı deyiləcək. A bucağının adsızlığı heç bir işarələ göstərməmiş. Amma burada A bucağının iki xətəli işarələmiş. Yəni sən burada bucaqları adlandıranda həmin bucağın qoyduğun işarəti fikir verməlisən. Bu üç bucağımızda A bucağı boşdursa, bu üç bucağımızın boş bucağla başlamasın. Yəni burada D bucağıyla başlamasını deyəcək səslədir. D'dən sonra birinci üç bucağımızda B yazırsan, B'ni nəyə işarətləyirsən? Bir xətdə. Onda burada nasıl göstərməlisən? Yəni, düzgündür. İndi oxşarlıqdan istifadə edəcək. Burada AB, burada 2 isə BC bərabərdir BC-yə. Bu da bərabərdir CA-ya. Bu da bərabər olacaq AC və DA-ya. İndi burada biz tərəflərə baxacaq. AB tərəfi bu tərəflər bizə lazım deyil. BC tərəfi. CA tərəfi isə x-dən işarə olunur. Digər bucaqla. Daha sonra AC tərəfi yenə x-dən işarə olunur. DA tərəfi isə 16 ilə işarə olunur. İndi biz bunu həll edəcəyik. X vur x kvadratına bərabərdir. 16 vur x isə X bərabər ol 64-ə. Bəs burada x nəyə bərabərdir? 8-ə bərabər. Əslində 8 deyil. Əslində biz bu xarakterləri etmək üçün kök altına getirib aparmamız lazımdır. Yəni x bərabər olmalıdır. Eyni zamanda müsbət tərəfə qaydamız var. Kök altına 64. Nəticə olsa Bunda 8 müsbət tərəfə 8 çıxacaq. Amma fərqini götürə bilməliyiz yə. çünki tərəfimiz mənfi. Bəli. Düzgün cavabı olsa 8 santimetr. Bizə elə AC diagonalını soruşur. AC diagonalını x ilə işaretləmişik. Cavab olsun 8. Yəni D variantı. Düzgün. 69-cu soruda hansı müstəqil figurun diagonalları kəsmə nöqtəsində iki bərabər hissəyə ayrılmalıdır. Burada ayrılmayan deyirlər. Buna görə biz aralarına ayrılmayacaqları seçdik. Əvvəla biz süroma baxdıq. Süron seçilib hissələr bu şəkildə.
isə diaqonallardır. Buna görə diaqonalın kəsişmə O necə bir diagonaldır? diaqonallar Diagonal tərəfləri birləşdirmək, tərəfləri yox. diaqonallar çəkilir. Buna görə biz bura baxırıq ki, burada bizə deyir ki, iki bərabər hissəyə ayrılırlar. Lakin burada biz fikir versək, iki bərabər hissə 69-cu sualda bizə bildirilir ki, hansı müstəvi fiqurunun diaqonalları kəsişmə nöqtəsində iki bərabər hissəyə ayrılmır. Biz burada görürük ki, çəkilmiş diaqonalları kəsişmə nöqtəsində iki bərabər hissəyə ayrılmaqda bildirilir. Daha sonra isə biz A variantında rol verilir və bu diaqonalları çəkdikdə biz burada görürük ki, diaqonalların kəsişmə nöqtələri diaqonalları bir-birlərinə bərabərdir və burada da görürük ki, bərabər hissələrə bölünmüşdürlər. Daha sonra isə kvadrata baxır. Kvadratın da xassəsindən məlumdur ki, diaqonallar çəkildikdə, yəni mənfi kimi olduğu kimi bərabər hissəyə bölünürlər və buna görə benim də düzgün variant kimi sayılır. Daha sonra isə trapesiyaya baxırıq. Trapesiyada isə fikir verdikdə diaqonalları kəsdik, diaqonalları çəkdikdə görürük ki, bərabər hissəyə bölünür və fərqli olur. Yəni C variantında trapesiyalar isə diaqonalımız kəsişmə nöqtəsindən iki bərabər hissəyə ayrılırlar. Eyni formada D variantı düzgün cavab verir. Yenidən bizim paralelogram verir. Bunlar da baxmaqda, onsuz da bərabər hissəyə ayrıldığını məlumdur. Deməli, düzgün cavab olur C variantı. Trapesiyamızda iki bərabər hissəyə ayrılırlar. Hər şey dersin. 70-ci misalda tərəfi 9 cm olan kvadratın sayəsini tapın. Kvadratın sahə düsturunda tərəfinin kvadratı yüksəldirək biz onun sayəsini koya bilərik. Tərəfi də bizə 9 verir. Bunu kvadratı yüksəldirdə 81 alınır. Yəni cavab A. Tamamilə doğrudur. 71-ci sual. Paralelogramın tərəfləri 4 cm və 7 cm varsa perimetr tapın. Biz perimetri tapa bilmək üçün perimetri tapmaq üçün tərəfləri toplayıb 2 vurmamız lazımdır. Cavabımız 22 cm. Düzgündür. Belə. 72-ci sualda hesablanır. Əkop 4-8-in üstünə əbob olmalıdır. Biz buradan bərabər ediyoruz və əkobla əbobda ədədlər qruplara ayırırıq. Əvvəlcə üçün baxın. 4, 2, daha sonra 8-i. Daha sonra isə əkobda birinci ortaq olanları götürürük. Burada 2 ilə 2 vurduk. Daha sonra ise orta olmayanları götürürük. Burada görürük ki 8'de orta olmayan 2 var. Onun üstə gəldik. Əbob 10'da 16'na yine əboblar ayırır. Daha sonra ise burada ortak olanları götürürük. Burada 2 verir. Düzgündür dərli. Növbəti məsələlər gəlin buyur. 70-ci misalda turist yolun üstəki hissəsini getdikdən sonra gedilməmiş 10 km yolu qaldı. Yolun uzunluğu neçə kilometrdir? Yolumuzu çəkirik. Gedilmiş hissə 3/1 hissəsidir. Bura gedilmiş. Gedilməmiş hissəsi isə 10 km yolu qaldı. Bura bu hissəndə gedilməmiş. Bizim yolumuz 1 ilə ifadə olunur. Biz 1-dən 1'i çıxdıqda 3/2 qalır. Və bu da hissəsinə görə ədədin tapılmasıdır. Hissəsinə görə ədəd tapanda isə 3/2 hissəsi 10 olan ədəd tapmalıyıq. Ona görə onu biz bölməliyik 3/2'ye. Birinci olduğu kimi qalır. Bölmə keçir vurmaya. İkinci ədəd tərsinə çevrilir. Yolumuzun uzunluğu 15 kilometriymiş. Deməli 10 kilometr gedirsə, gedilməyibsə 5 kilometr getmiş. Bəli, düzgün. Daha belə ailəyə söyləyim sana belə. Tənqid həldir. Üç x'də gəlsinlər bərabərlik verilmir. Biz bilirik ki, müəllim olmayan hədlər solda, müəllim olan hədlər isə sağ tərəfdə yazmaq lazımdır. Biz həlləri digər tərəfə getirdikdə işarəmiz dəyişir
Buna göre de 20'den 14 çıxırıq. Qalır burada 6. X də bərabər olur. 6 bölünsün 3-ə. X də bərabər olur 2-yə. Tamamilə doğrudur.